Biri etiraz edirdi. Hansısa heyvanın ətidir, yadımdan çıxıb. Məsələ ixtilaflı idi. Deyəsən, at əti idi, icazəli olub olmaması. Gəlib cəmaat özü araşdırıblar, it əti yeyir. İt əti yiyəndir. Yəni fərqi nədir? Qardaş, leş, yi getsin də, o deyir o sözü. O sözü o deyir. Başa sala bildin? O biri bir dəfə, o indi yadıma düşmüşkən deyirəm. O bəzi qohumlar var naməhrəmdə axı. Oğlan üçün, sənin üçün. O qız naməhrəm, bibi qızı, əmi qızı, xala qızı, bunlar naməhrəmdirlər də sənə. O qardaşlarımızdan biri demişdi, o naməhrəmlə əllə görüşmək olmaz axı. Naməhrəmdir də. Bunun üçün şokda axı bu. Bu şoka düşüb. Əmi qızı ilə görüşmək olmaz, yəni şoka düşüb. Bu bədbəxt bacısının yanında üz istəyirəm, şortiklə gəzir. Abır həya yoxdur yəni. Çöl bayır kimi də eynidir evdə. Belə şey görməyib yəni həyatda. İndi gəlib birdən-birə belə şey, Avropadan gələn adam belə şey işləndə bilsin neyini? Hürkür. Hürkür, o bu. Ne danışır o bu? O Avropadan gəlib də qardaş. O bibi qızını, əmi qızının yanında birisinin oyunlardan çıxır. Nələr eləyir? Mehribançılıq eləyir. Hə, düzdür, belə adi, hə. Onun üçün düz deyil də qardaş. Onun üçün şok olacaq bu. Bizi qardaş, bizim həddlər qoyub Allah subhanahu və teala. Hüdudlar var, aşmaq olmaz. Biz riayət edirik. Sən nə danışırsan ki mənə? Kim hara uçur cəhənnəmə uçsun qardaş, o deyirlər. Hara gedir, getsin. Mən dinimi öyrənirəm yəni. Başa sala bildim? Bəli, adi gəlir. İndi bəzi əməllər var, düzdür, bəzi əməllər var. Ümumiyyətlə insan onu kişiliyinə sıxışdırmaz. O indi kişilik olub. Bilirsiniz, kişilik olub yəni. Etməyəni pis baxırlar.